190 balla bu kimdir? Mesajları saxlayaq. 190 balla ikinci qrupda özələ düşə bilərəm. Xahiş edirəm, baxın mesajıma. 190 bal keçənki şərtlərlə çatırdı. Amma bu iki şərtlərdən sənə bir şey demək olmur. İkinci qrupda uşaq sayı artıbdır. Ekran bəyən maksimum dərəcədə. 465 balla İlkin deyir ki, Bududa iqtisadiyyata pulsuz düşmək olur. 465 balla ümumiyyətlə pulsuza düşmək olur. Sırf Bakı dövlətin iqtisadiyyatından pulsuzu da olubdur 442, sən 465 ilə ora ilkin 100% düşəsən, indidən təbrik eləmək olar səni. Müəllim, Bududa dövlət ictimai münasibətlər ya ADU-nun ingilis dil müəllimliyi, sizcə hansı daha yaxşıdır? Mən ingilis dil müəllimliyini seçərəm. Dəmirov deyir ki, 261 balla hara qəbul olaram? R-İyə baxında çox xahiş edirəm. Baxmağa ehtiyac yoxdur. Sənin pulsuza düşmə şansın azdır. Çünki yaza bilərsən pulsuzları, amma düşüb düşməyəcəyim biraz da statistikadan asılıdır. Çünki 270 neçə ilə mənim yazacağım adam var. Mən onun üçün baxmışam ki, 10 güclə bəla ilə, yəni bəlkə salmaq olar pulsuza. Belə pulluya 100% düşürsən. 97 balla kollecə qəbul olmaq olar, 11 illik şansın var Bakı üzrə. Çünki balların düşmə ehtimalı var. Aytən deyir ki, 325 balla Qarabağa inanmıram. Oranın balı 360 neçə olacaq? Keçidi, ibtidai sinif müəllimliyini deyirsənsə. Nəsimi müəllim sual verir. Nəsimi müəllimə cavab verir. İkinci qrupdan 163 bal yığan bir adam düşə bilərmi deyir. Nəsimi müəllim, keçən ilə görə vəziyyət gərgindir, özünüz də bilirsiniz. İkinci qrupda uşaq sayı artıbdır. Amma yenə də bu uşaq haranı yazmalıdır. Zaqatala, Gəncə, Lənkəranı yazmalıdır. Mütləq qaydada şansını yoxlamalıdır. Plus da statistikada olanda biraz daha dəqiq demək olacaq ki, nə edə bilər.